Salam əziz izləyicilər. İnanmıram tutun faydasını bilməyən adam olsun. Yarpağı da faydalıdır, orqanizm üçün çox faydalıdır. Meyvəsi də, bəhməzi də, dərmandır. Bax, bu ağacı əslində xartut olaraq əkmişəm. Amma o cır budağından ikisini saxladım. Bax, belə əl çatar yerdə ki, uşaqların da əli çatsın. Rahat başından dərib yeyə bilsinlər, ac qarna səhər-səhər. Özüm onu hər gün eləyirəm, hər səhər. Gəlib bir qədər yeyirəm, sonra gedib səhər yeməyini otururam. Sağ olun. Hamının qapısında zamanında tut ağacı olub. İndi biraz dəbdən düşüb, bu həyəti zibilləyir deyə, nə bilim, müxtəlif səbəblərdən. Amma vaxt olub ki, tut ağacı olmayan həyət olmayıb. Meyvəniz bol olsun. Sağ olun.